Salam, hoş gördük sizi. Ey qalib ölkəmizin qəhrəman və bəxtəvər övladları, müqəddəs şəhidlərimizin möhtərəm ailə üzvləri və əlbəttə ki, doğma Mingəçevir kəndimizin əziz sakinləri. Bugün yurdumuz, yuvamız, beşiyimiz, məzarımız, vücudumuz, vicdanımız, nəfəsimiz, namusumuz, qanımız, canımız, sevgili cananamız olan vətənimiz Azərbaycanımızın hər yerində erməni işğalçıları üzərində qazandığımız azman misli görünməmiş zəfərimizin 5-ci il dönümü hər yerdə xüsusi coşqu ilə, təntənə ilə bayram edilir. Odur ki, icazə verin bu şanlı zəfərimizin şərəfinə doğma Mingəçevir kəndimizdə təşkil etdiyimiz bugünkü təntənəli tədbirimizin açılışını elan etmək qismətində, saadətində və şərəfində bulunum. Gün, yəni 2020-ci il noyabr ayının 8-də Müzəffər Ali Başkomandanımız, ölkə prezidenti cənab İlham Əliyevin ictimai, iqtisadi, siyasi, diplomatik, informatik və hərbi sahələrdəki hər tərəfli mükəmməl rəhbərliyi sayəsində Azərbaycan Ermənistan üzərində azman, əzəmətli, möhtəşəm, belə müqtədir bir zəfər qazandı. Bax, bu şanlı zəfərimiz münasibətilə biz sizin hər birinizi, sizin şəxsinizdə doğma Mingəçevir kəndimizin bütün sakinlərini, qoynunda yaşadığımız doğma Mingəçevir şəhər əhlini, 10 milyon nəfərlik Azərbaycan xalqını və dünyanın hər yerinə səpələnmiş, qürbətdə yaşayan 50 milyon nəfərlik Azəri soydaşlarımızı, gendaşlarımızı, qandaşlarımızı və ruhdaşlarımızı həmişə olduğu kimi sizin könlünüzdən, əllərinizdə süyülən, ürəkli, sürəkli, gürültülü alqışlarınızla təbrik edirik. Çox təəssüf ki, 32 ildən bəri davam edən bu müharibə bizim üçün
ucuz və asan başa gəlmədi. Ötən 32 ildə Azərbaycan torpaqlarının 20%-ni itirdi. 7 rayonumuz və 900 müxtəlif tipli yaşayış məntəqəmiz darmadağın olundu. 1 milyon nəfərə yaxın soydaşlarımız öz yurt yuvalarından, ev eşiyindən, torpağından didərgin qaçqın düşdü. Həmin vaxtı hər 7-ci adam qaçqın sayılırdı Azərbaycanda. 60 min nəfərə yaxın insanımız isə şikəst oldu, yaralandı, yarımcan oldu, şaxtaya dona məruz qaldı. 25 min nəfərə yaxın insanımız isə çox təəssüf ki, şəhid oldu. Odur ki, Qarabağımız uğrunda, ümumiyyətlə bütün zamanlarda Azərbaycanımız, millətimiz, vətənimiz uğrunda canını fəda vermiş şəhidlərimizin hamısının müqəddəs, əziz doğma xatirəsinə ehtiram əlaməti olaraq, hörmət, izzət əlaməti olaraq, sevgi, sayğı əlaməti olaraq sizlərdən bir dəqiqəli sükuta dalmağı artıq dərəcədə rica edirəm. Hörmətli tədbir iştirakçıları, keçən il elə bu vaxtı burada tədbir keçirərkən biz tədbirimizi Mingəçevir şəhərinin yetirməsi milli qəhrəmanımız Natiq Qasımova ithaf eləmişdik. Biz adətimiz üzrə hər dəfə bir tədbirimizi bir tanınmış şəhidimizə həsr edirik və bu vasitələrlə biz həmin şəhidlərimizin həyat yolu, döyüş yolu barəsində insanlarımıza, xüsusilə gənclərimizə daha ətraflı, müfəssəl, mükəmməl məlumat verməyə çalışırıq. Ona görə də bugün isə hazırda Mingəçevir şəhərinin Energetiklər qəsəbəsində milli qəhrəmanımız Natiq Qasımovun şərəfinə parkın açılışı tədbiri keçirilir və orada şəhərimizin icra hakimiyyətinin başçısı cənab İlham İsmailov iştirak edir və ona görə də Natiq Qasımovun qardaşı bura gələ bilmədi və öz yerinə oğlu Namiq Qasımovu göndərdi. Namiq Qasımov da əmisinin adına açılan bu parkda iştirak edəcəyi üçün biraz tez getmək istəyir və ona görə də icazənizlə sözü milli qəhrəmanımız Natiq Qasımovun qardaşı oğlu Namiq Qasımova verərdik. Onu da əlavə edeyim ki, Natiq Qasımovun qardaşı Nofəl qardaş artıq keçən ildən bizim doğma Mingəçevir kəndimizin sakininə çevrilmişdir. Hacı Mirzə kişinin oğlu Təvəkkülün qonşusudur və artıq bu qəhrəmanın qardaşı ailəsi də Mingəçevir kəndinin ictimai həyatına qovuşmuşdur. Artıq onlar da bizim bir növ kəsbimizdir. Natiq Qasımovun qanını daşıyan hər bir kəs bizim üçün doğmadır. Ona görə də istərdim ki, birinci növbədə milli qəhrəmanımız Natiq Qasımovun qardaşı oğlu Namiq Qasımova söz verərdik. Buyur qardaş oğlu. Hamınızı salamlayıram, hörmətli tədbir iştirakçıları. Bildiyimiz kimi bugün 8 noyabr Zəfər günüdür, Zəfər bayramıdır. Bu bayram münasibəti ilə bütün Azərbaycan xalqını, başda şəhid anaları olmaqla, şəhid ataları olmaqla, bütün dünya Azərbaycanlılarını ürəkdən təbrik edirəm. Onu da qeyd edim ki, bir ildir artıq mən bu kənddə yaşayıram və bu kəndin həqiqətən insanlarından fəxr edirəm. Şəhid ailələrinə, qazi ailələrinə xüsusi diqqət və qayğı var bu kənddə və fəxr edirəm bu kəndin insanlarından. Bəli, bildiyimiz kimi 1990-94-cü illərdə mənfur düşmənlərimiz torpaqlarımızın 20% çoxunu zəbt elədilər, ələ keçirdilər. Cənab Prezidentimiz İlham Əliyevin uzaq görən siyasət nəticəsində 2020-ci ildə biz torpaqlarımızı bərpa elədik. Təbii ki, şəhidlərimizin qanı bahasına, canı bahasına oldu bu. Bu dalğalanan üç rəngli bayrağı şəhidlərimiz necə uca tutdusa, indən sonra
bizlər və bizdən sonraki gələcək nəsillər də o bayrağı daima uza saxlayaq, o bayrağı qoruyaq. Bayraq bizim namusumuzdur, qeyrətimizdir. Etibar müəllimə xüsusi təşəkkür bildirirəm. Belə gözəl tədbirləri təşkil elədiyi üçün və bir daha hamınızı ürəkdən təbrik edirəm. Yaşasın Azərbaycan, yaşasın millətimiz. Çox sağ olun. Təşəkkür edirəm, uğur olsun. Elə fürsətdən istifadə edib, demək istəyirdim ki, vaxt imkanımız çatsa, elə tədbirdən sonra da həm də Natiq Qasımovun şərəfinə açılan o parkın açılışında yenə də biz imkanımız daxilində iştirak edərdik. Belə, hörmətli həmvətənlərimiz, bildiyiniz kimi son 2 əsrdir ki, Azərbaycan torpaqları yalnız itirilirdi. Tarixdən biraz anlayışı olanlar bu barədə kifayət qədər məlumata malikdir. Və nəhayət ki, 2020-ci ilin bax, məhz bu günü Müzəffər Ali Başkomandanımızın rəhbərliyi ilə axır ki, bu torpaqlarımızın itirilmə sindromu qırıldı. Və 2 əsrdən bəri itirilən torpaqlarımızın bir qismi nəhayət ki, özümüzə qaytarıldı. Bax, bugün Azərbaycanımızın yenidən doğulan bir günüdür. Yeni bir gündür Azərbaycan üçün. Bax, bu yeni günümüz mübarək olsun Azərbaycanlılarımız. Bayramınız mübarək olsun Azərbaycanlılarımız. İndi sizdən soruşuram, bax, bu böyük, şanlı, belə analogu olmayan, son dərəcə tarixi əhəmiyyətə malik bu zəfərimizi şərtləndirən hansı səbəblər, hansı amillər, hansı faktorlar bilirsiniz? Biz bu zəfərimizə görə kimə, nəyə borcluyuq, kimə minnətdarıq, kimə təşəkkür eləməliyik? Məsələn, bax, elə sizlərin özünüzdən də soruşa bilərdim ki, əgər özünüz də cavab verin, kimlərə borclu olardıq? Bax, bu zəfərimizə görə Şöhrət müəllim, siz necə düşünür? Mən bir daha sizin bu təbriklərə qoşulub, sizləri təbrik edirəm. Bax, burada iştirak edən mənim kəndçilərim, mənim həmyerlilərim, Mingəçevir sakinləri. Bayramımız mübarək olsun, əlbəttə, ən birinci şəhidlərimizə borcluyuq. Şəhidlərimizə, əlbəttə. Bütün bu qələbələrimizin başında şəhidlərimiz durur. Şəhidlərimizə bizim borcumuz əbəzi ödənilməz səviyyədədir, dərəcədədir. Allahın insana verdiyi ən böyük nemət, böyük dövlət həyatdır. Onlar həyatını bizim bax, bu günümüz üçün fəda elədilər. Ona görə də əlbəttə ki, şəhidlərimizə borcluyuq. Elnara xanım, sizi burada görməkdən çox şadam. Nəhayət ki, kəndinizdə ictimai tədbirlərdə görürəm. Elnara xanım, şəhərin ictimai həyatında, hətta siyasi həyatında fəallıq göstərər. Elnara Səmədovanın da mövqeyini, münasibətini öyrənmək istərdim. Çox sağ olun. Mən də öncə hər bir kəsi bu zəfər münasibəti ilə təbrik edirəm. Allah zəfərimizi də, müstəqilliyimizi də, bu gözəl günlərimizi daim eləsin. Şöhrət qardaş gözəl buyurdu. Bəli, şəhidlərimizə borcluyuq və o müharibədə döyüşən hər bir oğula borcluyuq. Onlar artıq bilirdi ki, hara gedir, ölümün gözünə dik baxaraq. Həyat şirindir, can şirindir, amma onları qurban verirdi. Mən həmişə deyirəm ki, yarımçıq qalan arzular. Çünki hər bir insanın ürəyində bir gözəl arzuları var. Onlar o arzulardan da keçdi, tək Azərbaycan xalqı gözəl yaşasın. Allah rəhmət eləsin. Anaların qarşısına baş əyirik. Veteranlarımıza, qazilərimizə də Allahdan şəfaat edirik. Ömür boyu borcluyuq. Ömür boyu borcluyuq. Sağ olun. Düzdür, almışa bərabər. Siz necə bilirsiniz, hörmətli veteran qardaşlarımız, bu günümüzə görə sizlərə borcluyuq. Və deyildi, sizin hər biriniz canlı şəhidsiniz. O güllələrin istənilən bir güllə, istənilən bir qəlbə hər birinizə tuş gələ bilərdi. Bugün sağsınız və bu günümüzü bax, məhz sizlərə görə qeyd edirik. Sizin xüsusi olaraq bayramınız mübarək olsun. Siz, onda kiminsə rəyi varmı, münasibət varmı? Bax, bu qələbəmizə görə kimə borcluyuq? Kimə minnətdarıq? Yaşar müəllim, sizin mövqeyinizi xahiş edirəm. Birinci növbədə 8 növbədir. Zəfər günü münasibətilə mən hər bir Azərbaycanlı təşkil edirəm. Biz şəhidlərimizə borcluyuq. Allah onlara qəni-qəni rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza can sağlığı versin. Teşekkür ederim. Mən də sizə təşəkkür edirəm. Natiq qardaş, sən necə bilirsən? Natiq bizim şəhid Ülvi balamızın atasıdır.
Və ayın 12-sində məndə olan məlumata görə Nafiq qardaşın, şəhid balasının büstünün açılışı olacaqdır. Onların evinin, həyətinin yanında fürsətdən istifadə edib sizin hamınızı, imkanı, vaxtı çatanların hamısını həmin büstün açılışına dəvət edərəm. Özüm də başda olmaqla da qismət olsun. Sən necə bilirsən? Bax, bizim bu qələbələrimizi şərtləndirən səbəb, amil, faktor nədən ibarət? Ancaq vətənpərvərlik, ancaq və ancaq şəhidlərimizə qoşulur. Vətəni sevməklərini görə da şəhid oldular. Bizim bugünkü gündə bu qələbəmizi qeyd edənən səbəbkarlar şəhidlərimiz. Allah hamısına rəhmət etsin. Təşəkkür edirəm. Buyurun. Bütün tədbirçilərin hamısını təbrik edirəm. Yəni bu günləri bizə zəfər çaldıran bu şəhidlərimizdir. Mən də ən Mingəçevir, ən axırıncı gələn şəhidin Kağzali Zirangin atasıyım və ön terör əməliyyatı zamanı şəhid olan. Yəni bir dənə burada bir məsələni həmişə duyulan edirəm, mən onu hər edirəm. Bu 44 günlük müharibədə o oğullar, o şəhid olan oğullar, o qapını açdı, antiterör peçatını vurdu. Bunu yadda saxlamaq lazımdır. Bir də bu gənclərin hamısına dedim, bəyək də fikir verin, buradan gənclər keçir, uşaqlar keçir. İmtihanla heç kim dayanmır. Amma ancaq ki, yenə sizə çox təşəkkür bildirirəm ki, siz belə tədbir etsin. Mən də özümə borçluydum gəlməyə. Yəni ki, evladım orada olmağına baxmayaraq, bugün sizin bu dəvətinizi mən qəbul edirəm. Hamınız sağ olun, var olun. Kəndə baxdım, çox həqiqətən də ürəyim açıldı. Sağ olun, Allah kömək olun. Siz sağ olun, sizə də borçluyuq. Bütün bu zəfərlərimizə görə sizə borçluyuq. Əbdüləziz mənim Mingəçevir kəndinin ictimai həyatında çox fəallıq edibdir həmişə. Bugünkü də görüşdə iştirak edib. Sizin nümayəndəniz. Çox sağ olun, müəllim, minnətdaram. Bəli, bugünkü tədbirə qoşulmaqda mən də qürur hissi keçirirəm. Öz kəndçilərimizlə, öz həmvətənlərimizlə bir yerdə. Bugün zəfər günüdür, çox müqəddəs gündür, çox qürur verici gündür. Siz sual verdiniz, yəni bu zəfərimizi şərtləndirən səbəblər. Bizdən böyüklər burada bildirdilər. Əlbəttə ki, biz öncə şəhidlərimizi doğan analara minnətdarıq. Onları qəhrəman kimi böyüdüblər, başa çatdırıblar. Yəni, vacib olanda vətənin harayına çatan oğullar canlarından, qanlarından keçiblər. Qazilərimiz də canlarından, qanlarından keçiblər. Vətəni mənfur düşməndən, yağı düşməndən qorumaq üçün öz canlarına qıyıblar. Biz analarımıza, şəhidlərimizə, qazilərimizə, dövlət başçımıza, siyasətimizə bugünkü gündə hamısına minnətdar olmalıyıq. Həmçinin xalqımıza ki, doğrudan da biz hamımız o müharibənin iştirakçısı olmuşuq. Həm arxa cəbhədə, ön cəbhədəkilərlə bir yerdə. Biz böyük bir qürur hissi keçirmişik. Nəfəsimizlə, alqışımızla, həyəcanlarımızla onların qələbə çalmağında hər kəsin əməyi var, hər kəsin. Minnətdaram, çox sağ olun. İlahiyyat baxımından ilahiyyatçı qardaşımız Molla Tacəttin. Buyurun. İlk öncə mən də bütün xalqımızın bu bayram münasibəti ilə təbrik edirəm. Allah bayramlarımızı daimən eləsin, həmişə eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Sual geniş miqyaslı bir sual, bu sual. Amma mən bir qürüfü baxımından bir söz deyərdim ki, həmrəyliyimizə boşluyur. Milli ruhumuza, boşluyur. əzmimizə boşluyur, əqidəmizə boşluyur. Və ilk öncə şəhid analarının əlindən öpürük. Sabə müəllimə, bizim üstadımız, müəlliməmiz olur, gözəl Sevda müəllimə, burada kəndimizin dəyərli, kişi qeyrətli xanımları əyləşdilər. Allah xalqımızı qorusun, bayramımız mübarək olsun, hamımıza boşluyur, bütün xalqımıza boşluyur. Təşəkkür edirəm. Təşəkkür edirəm. Qadınlarımızın, xanımlarımızın kontingentindən kimsə söz demək istəyirmi? Şəhid anası Azadə xanım. Salam, mən də hər birinizi salamlayıram. Mənim kəndim, ovam, gözəl xalqım. Bugün zəfərlə kədərin birləşən bir vaxtıdır. Çünki mən həm qürurluyam, həm də kövrəyim. Kövrəyim ona görə ki, mənim balam yanında yoxdur. Allah bizlər üçün fəda verir canlarını. Çünki biz azad bir ölkə kimi bayrağımızı dalgalandıraq və heç vaxt onu enməyə qoymayaq. Mənim əziz və bacı qardaşlarım, mən hər birinizlə qürur duyuram.
Çünkü onlar müharibədə olanda biz de evde o heyecanı keçirirdik. Onlarla beraber biz de ölüp dirilirdik. İstəyir müharibədə olaq, istəyir evde oturaq. Yani elə biləm ki, bütün xalqın bunu fikirləşirdi, onun əziyyətini çəkirdi. Və bu yolda bizim Heydər Əliyev cənabları və onun davamçısı oğlu İlham Əliyevin böyük siyasəti nəticəsində vətənimiz azad oldu. Biz bir şəhidləri yox, biz qazilərimiz də yardımcan. Ordumuzu da həmişə yüksəkdə gördük. Sağ olsun bizim ordumuzu, qazilərimizi və başda duran İlham Əliyev cənablarını. Çünki onun siyasəti nəticəsində indi bizim vətənimiz, Şuşamız, Kəlbəcərimiz, Xan kəndimiz, Ağdamımız və s. başqa ölkələrimiz hamısının bayrağı dalgalanır. Mən turizm kollecində işləyirəm. Oradan Xan kəndinə, Şuşaya, Ağdama və s. getdik, gəzdik, baxdıq. İgidlərin qanı tökülən torpaqlarda oldu. Onların hər daşının, hər izinin çığırında onların qanları var idi. İnanın ki, mən çox danışmaq istəmirəm, bəlkə də vaxtınızı alıram, özüm də getməliyim. Amma bunu deməmək mümkün deyil, xalqımız da belə sevinirdi ki, inanın ki, onlar rəqs edirdi, bayraq dalgalandırırdı, uşaqdan tutmuş ahılı kimi, yəni hər bir insan sevinçlə orada qürur duyurdu. Mən yenə sizi bu Zəfər Bayramı münasibətilə təbrik edirəm. Qoy hər dəfə bayrağımız heç vaxt enməsin, qürurlu olaq və bir-birimizi həmişə tutaq. Allah düşmənlərimizə nəhrət eləsin. Sağ olun. Mən tədbir iştirakçılarının müxtəlif mövqeylərini, münasibətlərini, rəylərini öyrənməyə çalışdım. Elə bilirəm ki, bax, ümumiləşdirərək belə qərara gəlmək olar ki, bugünkü zəfərimizi şərtləndirən səbəblər, təxminən amillər aşağıdakılardan ibarətdir. Təbii ki, 32 ildən bəri zülm çəkən insanların ah-naləsi yerdə qalmadı. Nəhayət ki, haqq, ədalət bərqərar oldu. Uca Tanrımızın dərgahında bizim insanlarımızın naləsi, fəryadı yetişdi. Gec də olsa, haqq öz yerini tutdu və bu zəfərimizə görə düşünürəm ki, birinci növbədə Tanrımıza şükranlığımızı iqrar etməliyik. İkinci növbədə bayaq deyildi, söylənildi ki, 30 ildən bəri vaxt keçməyinə baxmayaraq xalqımızın o mübarizlik ruhu, vətənpərvərlik eşqi, yanğısı, təşnəsi, sevgisi öləzimədi. Nə qədər külün altında da olsa, kiçik də olsa bir qığılcım qor qaldı və mümbit mühit yetişən kimi o qığılcım, o qor alışaraq böyük tonqala çevrildi. Üçüncüsü isə planetimizdə təxminən 4000-ə yaxın millət mövcuddur. O millətlərin hamısının dövləti yoxdur. Yalnız 200 millətin dövləti vardır. Bəxtəvər millətlərdən biriyik ki biz. Bizim müstəqil dövlətimiz var. Müstəqil bayrağımız dalğalanır dövlətlərin bayraqları içərisində. Deməli, bu qələbələrimizi şərtləndirən şərtlərdən, amillərdən biri də dövlətimizdir. Növbəti amil kimi mən deyə bilərəm ki, təbii ki, şəhidlərimiz, bu zəfərlərin başında şəhidlərimiz durur. Sonra qazilərimizi unutmamalıyıq. Onlar ayaq üstə gəzən, canlı, özü yeriyən şəhidlərdir. Onların həyatı demək olar ki, yarımçıq qalıb. Hər bir döyüşçü, bayaq ifadə elədiyim kimi, hər bir döyüşçü istənilən qəlpəyə və gülləyə məruz qala bilərdi. Siz döyüşçülərin hər birinizə təşəkkür edirik, hər birinizə minnətdarıq. Sonra isə təsəvvür edin ki, bizim qardaş Türkiyəmiz olmasaydı, bu zəfərimiz çox çətin olardı. Ona görə də həmişə bütün mənalarda bizim yanımızda olan can Türkiyəmizə borçluyuq, onlara minnətdarıq. Digər dost dövlətlər, Pakistan və digər dost dövlətlərə, müxtəlif təşkilatlara, təsisatlara, ayrı-ayrı fərdlərə, insanlara bu müharibədə öz vəsaitindən, hələ xarici ölkələrdə yaşayan, öz vəsaitindən keçib, maliyyə vəsaitindən keçib pul ödəyənlərin hamısına təşəkkür edirik. Sonda isə deyim ki, təsəvvür edin ki, bir məmləkətin kifayət qədər insan resursları var, kifayət qədər döyüşçü ehtiyatları var, kifayət qədər maliyyə ehtiyatları,
texnikası, silahı, sursatı, kömək eləyən dövlətləri, qonşuları, insanları var. Amma bütün bunların hamısını mərkəzləşdirən, təşkil edən, rasional şəkildə, səmərəli şəkildə ortaya qoyan və onu reallaşdıra bilən lazımi lider olmasaydı, yenə də biz məğlubiyyətlərə məhrum ola bilərdik, məhkum ola bilərdik. Bu mənada bu zəfərimizin memarı, müəllifi, strategi, rejissoru, dirijoru Müzəffər Ali Başkomandanımız cənab İlham Əliyevdir. Yadınızdadırsa 1994-cü ildə may ayının 12-sində Bişkekdə atəşkəs müqaviləsinə imza atıldı. Müəllifi kim idi o həmin müqavilənin? Heydər Əliyev. Aradan 4 ay keçdi. 1994-cü ilin sentyabr ayının 20-sində dünyanın aparıcı dövlətlərinin, aparıcı konservlərinin, şirkətlərinin iştirakı ilə əsrin müqaviləsi deyilən nəhəng bir müqavilə bağlandı. Və Azərbaycan bir növ həmin o Bişkek müqaviləsi ilə bir növ time-out götürdü, tənəffüs elədi, fasilə götürdü və əsrin müqaviləsi ilə iqtisadi cəhətdən qüdrətləndi, lazımi texnika, silah, sursat, kadr hazırlığı, hərbi kadr hazırlığını təmin elədi və ondan sonra da və 2020-ci ildə də öz sözünü dedi. Deməli, 1994-cü sentyabr ayının 20-sində əsrin müqaviləsi imzalandı. 2023-cü il sentyabrın 20-sində isə antiterror tədbirləri ilə ermənilərin Azərbaycan ərazisində qalan son tör-töküntüləri çüründü və atıldı. Deməli, 94-cü ilin sentyabrın 20-sindən 2023-cü il sentyabrın 20-sinə yol var, körpü var, məntiqi bir davam var. Deməli, əslində bütün bu zəfərlərimizin baş memarı, baş strategi, baş planlaşdırıcısı, baş dirijoru, rejissoru elə ulu öndərimiz Heydər Əliyev olmuşdur. Yaşasın Heydər Əliyevin amalları, yaşasın Heydər Əliyevi də, İlham Əliyevi də və digər belə qəhrəmanlarımızı, böyük görkəmli insanlarımızı yetişdirən Azərbaycan xalqı. Azərbaycan xalqının şərəfinə bir alqışlar gəlsin, xahiş edirəm. Bugün tədbirimizdə müxtəlif təşkilatlardan qonaqlarımız iştirak edir və həmin qonaqlardan bir qismi elə şəxsən mənlə qabaq-qənşər dayanıblar. Qarabağ Veteranları Cəmiyyəti öz böyük nümayəndə heyəti ilə burada iştirak edir və istərdim ki, birinci növbədə bayram məhsullarının olduğuna görə istərdim ki, həmin cəmiyyətin sədri Mübariz Rüstəmova söz deyək və onun bayram sevinçlərini, bayram təbriklərini qəbul edir. Çox sağ olun, hörmətli Etibar müəllim, mənə verdiyiniz sözü görə. Mən buradakı məclis toplantı iştirakçılarının hamısını bugünkü bayram günü münasibətilə təbrik edirəm. Bugünkü bayram deyəndə bu nə bayramdır? Bu zəfər bayramıdır. Hər birimizin həyatında xoş günlər, sevindirici hallar olmuşdur. Mən inanıram ki, bu dəfələrlə olmuşdur. Ancaq bu zəfər bayramı elə bir xoş gündür ki, onu hər deyəndə yaşamaq olmur. Hələ biz tarixə fikir versək, yəni burada qeyddə olundu ki, vaxtilə Azərbaycan Respublikasının belə deyək də, nümayəndələrini Çar Rusiyası öz əskərliklərinə qəbul eləmirlər ki, güya bunlar bacarıqsızdılar. Hətta bizim dilimizi, bizim əlifbamızı əlimizdən almışlar. Məqsələ o deyildi ki, bizim millətimizin, xalqımızın nümayəndələri acizdirlər. Məsələ o idi ki, hələ o vaxtdan da düşünürlər ki, bu Azərbaycan xalqına imkan yaradılsa, onlara elm, texnika öyrədilsə, bunların qabağında durmaq olmaz. Və bunu da biz öz hərəkətimizlə, şücaətimizlə, cəsarətimizlə sübut elədik. O məsələlər ki var 90-cı ildən başlayan bizim müstəqilliyimiz qazandığımız illərdə bizə mane olan dövlətlər bizim müstəqilliyimizə ləkə yatmaq istədilər. Və əliyalın olan, belə deyək də mümkünsə, silahlarımız olmayan millətimizin üzərinə dəfədən dırnağa qədər silahlanmış erməni döyüşçüləri, erməni mənfur banditlər tərəfindən hücuma keçdilər və torpaqlarımızın bəzilərini belə deyək də müvəqqəti olaraq əldə etdilər.
Aslında o vaxtı bizim xalq yenə də öz şücaətini göstərərək əllərində olan imkanlarla həmin o mənfi ermənilərin qarşısına durdu və əlimizdə olan torpaqları müdafiə edə bildik. Və biz 1-ci Qarabağ müharibəsi iştirakçıları olaraq, bəli, bir növ hardasa bir gözümüz güləndə, bir gözümüz ağlayırdı. Biraz, belə deyək də, mənəvi cəhətdən sarsını keçmişdik. Və heç vaxt biz ümidimizi itirməmişdik ki, biz o torpaqları qaytaracağıq. Dəfələrlə tədbirlərdə iştirakımızda həmişə demişdik ki, o torpaqlar geri qayıdacaq. Və sonunda bilirsiniz ki, 2020-ci ilin 27 sentyabrda Azərbaycan xalqı öz qətiyyətli addımını irəli ataraq, birləşərək, vahid yumruq olaraq Azərbaycan xalqının, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının bütövlüyü onda ayağa qalxdı və bütün dünyaya sübut etdi ki, bizim xalq birləşəndə bizim qabağımıza heç kim dura bilməz. Və biz 44 günlük müharibədə bütün o 30 illik, 32 illik erməni mənfurların qurduqları sədləri biz açdıq və dünyaya sübut etdi ki, biz rəşadətli millətik, biz qəhrəman xalqıq. Belə deyək ki, belə həmin il dünyada Azərbaycan xalqı, qəhrəman xalqı günü kimi, ili kimi qeyd olundu. Burada, bəli, Etibar mənim də qeyd etdi. Həqiqətən də bizim bugün 200 dövlət ki var ki, millət ki var, onun dövləti var. Biz o həmin dövlətlərdən biriyik. Biz sevinməliyik ki, biz bugün öz ana dilimizdə danışdığımız dövlətimiz var. Bunun dəyəri, bunun belə deyək, qiyməti yox səviyyəsindədir. Yəni bunu düşünmək həqiqətən çox hiss verici, qürur verici bir hissdir. Amma bizim bu dövlətin kənarında olan, Respublikamızın sərhəddə olan dövlətlərin də əksəriyyətində bizim belə deyək də ehtiyacı olan dövlətlərimiz, belə deyək də torpaqlarımız var. Məsələn, bizim Dərbəndimiz var, bizim Borçalımız var, bizim İrəvanımız var, bizim Zəngəzurumuz var, bizim Təbrizimiz var. Biz inşallah bunların hamısını gələcəkdə qarşımıza məqsəd qoyaraq əldə edəcəyik. Mən buna ümidvaram. Görərik, görmərik bu məsələnin bir tərəfi. Amma illər keçəcək, bugün hörmətli toplantı iştirakçıları, bugün biz burada sevinirik. Niyə? Ona görə ki, bizim hər birimizin ən azından bu zəfərdə payımız var. Birinin çox, birinin az, hər birimizi bu pay münasibətindən təbrik edirəm. Fəxr edirəm ki, bizim millətimiz bu zəfərdə payı vardır. Amma bizim gələcəkdə görüləcək çoxlu işlərimiz var, o cümlədən quruculuq işlərimiz var. Bizim Zəngəzur dəhlizimiz var. İnşallah gələn il biz bunu, inşallah gələn il Zəngəzur dəhlizində biz zəfər bayramını qeyd edək. Ben çıxışımın sonunda belə bir ifadə etmək istəyirəm. Bilirsiniz ki, biz Azərbaycan xalqı olmasına baxmayaraq, həm də bir Türkük, yəni Türkün dövlətlərindən biriyik. Türkiyənin ümumili mənavi bir lider var, Atatürk. Onun bir sözü var. Bu söz nədir? Bu söz deyir ki, başarı başaracağım deyə başlayanın və başardım deyə bitirənindir. Biz başaracağım deyə başladıq və başardıq deyə bitirdik. Amma bu gələcəkdə də davam edilsin. Bütün tədbir iştirakçılarını təbrik edirəm. Sağ olun. Təşəkkür ederim. Təşəkkür ederim. Alqışlarınız da getməyin, xahiş edirəm. Mübarək müəllim, getməyin. Bugün doğrudan da elə bütün döyüşçülərimizin, bütün mühariblərimizin bayramıdır. Ona görə də mən artıq dərəcədə hər bir döyüşçüdən xahiş edirəm ki, hər bir, istər birinci, istər ikinci Qarabağ döyüşçüləri, istər Əfqan müharibəsi döyüşçüləri fərq etməz. Xahiş edirəm, hər biriniz bax bura mərkəzə gəlin. Mübariz müəllim, Mübariz qardaş, sən də xahiş edirəm, gəl bura. Birinci Qarabağ müharibəsinin döyüşçüsən, gözüm gözünü gördü. Gəlin, bütün Qarabağ döyüşçüləri, bütün döyüşçülərimiz xahiş edirik, mərkəzə gəlin. Əslində, bax, yenə təkrar eləməkdən yorulmuram. Natiq qağa, niyə yaxınlaşmırsan? Niyə birinci Qarabağ müharibəsində döyüşmüsən, sənin haqqındır. Hər birinizin haqqıdır, xahiş edirəm. Bax, bunlar sözünü düzdür, Mübariz müəllim dedi onların hamısının adından, cəmiyyət sədri olaraq. Amma bunlar öz sözlərini cəbhədə deyib, döyüşdə deyiblər. Ona görə də xahiş edirəm hər birinizdən
bu döyüşçülərimizi ürəkli, sürəkli bir alqışlayalım. İndi isə icazənizlə bizim gücümüz buna çatır. Bax, bu döyüşçülərin hər birini, bax, biz bu döyüş nişanları ilə mükafatlandıraq və gül çiçək dəstələrinə qərq eləyək. Xahiş edirəm, başlayın, köməkçilər, gəlin görüm. Gəlin görün, göstür. Gəlin köməkçilər, gəlin kömək eləyin. Qalıb, kim? Yox, hələ. Maestro, tələsməyin, xahiş edirəm. Hələlik müşayiət edici musiqi verin, sonra yallını ifa edərsiniz. Qalmasın, heç kəs qalmasın, kənarda diqqətdən qalmasın. Ehtiram, sən də müharibə veteransan, oğlunun əvəzinə, yaxşı elə. Kimsə qalmasın kənarda. Tarih, gəl, sən niyə gəlmirsən? Gəl bəli, gəl bəli. Gəl bura, hər birinizin haqqınız var. Xahiş edirəm, yaxın gəl, xahiş edirəm. Səndən xahiş edirəm. Gəl bəli. Kim ki döyüşüdür, gəlsin, oğlu, övladı, qardaşı. Niyə gəlmirsən? Gəl bəli, sən bəli. Gəl bəli, sənin qardaşın şəhid olur, haqqınız var, gəl bəli. Fəaliyyən xahiş edirəm, heç kəs kənarda qalmasın, diqqətdən qalmasın. İndi, hörmətli tədbir iştirakçıları, sizin hamınızdan bir xahiş edirəm, nədir? Kimsə varsa gəlsin da, sonra, o gözlüyün içində san, söz verəcəm sizə. Gəlin, siz də gəlin görün. Maestro, xahiş edirəm, bundan sonra bir qəşəng bir milli yallı hazırlayın. Bütün iştirakçılar, hamınız əl-eləşə tutub, bax, bu stolun arxasınca belə dövrə vurarıq, yallı ətrafında. Bax, bu döyüşçülər də mərkəzdə olacaq və rəqs edəcək. Yaxşı, gəl. Qoyun, 2 dəqiqəliyinə də şəhid ailələrinə qayğı cəmiyyətinin bir qrup nümayəndəsi burada iştirak edir. Çimnaz xanım Əliyeva həmin cəmiyyətin sədridir. Keç ora gələcəm, hakikaten onu gözlə gələm. Çimnaz xanım da elə öz qrupu ilə burada təşrif buyurub. O da bizim bayram sevincimizi bölüşməyə gəlibdir. Buyurun. Çox hörmətli Mingəçevirlər, çox hörmətli Mingəçevir kəndinin sakinləri, əziz misafirlər. Hamınızı bu günləri, bu əlamətlər gün münasibəti ilə təbrik edirəm. Və bəlkə sorğuya mən də qoşulmaq istəyirəm. Etibar müəllim sorğu yönləndirdi bütün iştirakçılara ki, yəni ona görə mən də öz günümü bildirmək istəyirəm ki, məncə bu qələbənin kökündə bizim xalqımızın birliyi durdu. Bizim oğullarımızın zaman-zaman düşmənə bəslədiyimiz nifrət, bizim vətənimizə böyük sevgimiz durur. Ondan da əlavə Ali Baş Komandanımızın möhkəm iradəsi durur. Və hər birimizin bu zəfərə can atmağımız durur. Çünki biz, necə dərlər, bıçağın sümüyə dirənən vaxtı yarandı. Biz artıq ya ölməliydik, ya qalib olaraq yaşamalıydıq. Ona görə də bu qələbənin kökündə məncə xalqımızın birliyi və Ali Baş Komandanımızın iradəsi durur. Bir də şəhidlərimiz durur. Allah onlara qəni-qəni rəhmət eləsin. Bu günlərdə bizim sevinçli günümüzdür. Ona görə də çalışan ki, bu günü mən çox xahiş edirəm. Bayram kimi qeyd eləməyə çalışağım. Bütün ağrılara, acılara baxmayaraq, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Onların ailələrinə
can sağlığı diləyirəm, təsəlli diləyirəm, təmkin diləyirəm. Və bu günlərdə burada mən çox istədim ki, bizim təşkilatda olan qazilərə təqdimatımız var. Ona görə də mən istədim ki, onları elə bu qazi qardaşlarımızın əhatəsində yəni təqdim eləyim. Odur ki, xahiş eləyirəm, Raquf müəllim, mən adların çəkində yaxınlaşsınlar. Raquf müəllim, Eldar müəllim, əziz hörmətli qazilərimiz. Bir də Arif müəllim, mən çox xahiş edirəm, mənə yaxınlaşsınlar, biz təqdimatımızı eləyək. Onları təbrik eləyək və onlara deyək ki, nə yaxşı ki varsınız. Alqışlarınızla, alqışlarınızla, nə yaxşı ki varsınız. Xahiş edirəm bir daha, böyük bütün tədbir iştirakçıları o stolun arxasından əl-eləşə tutub, böyük bir dairə yaradırsınız və yallı musiqisinin sədaları altında bütün bax bu mərkəzdə olan döyüşçülər rəqs eləyəcəklər. Xahiş edirəm bir daha, təmin edin, fəallarımız cəmaatı dövrəyə vurun, xahiş edirəm. Hamınız əl-eləşə tutun, bir daha deyirəm, əl-eləşə tutun, böyük bir dövrə yaradın və yallı sədaları altında bütün bu döyüşçülərimiz mərkəzdə rəqs eləyəcəklər. Durun, qadınlarımız silsin. Hamınız bir-bir gəlin görün. Gəl nə qardaş, xahiş edirəm, nə durmuşsun, gəlin. Sonra çəkərsiniz, gəlin, ay kənardakılar, ay Mingəçə ölkəndinin cəmatı, gəlin yağlıya qoşulun da, nə durmuşsunuz orada? Gəl durun da burada. Böyük bir dairə qururuq, haydi, Böyük bir dairə qururuq, gəlin, xahiş edirəm, kənardan durub baxmayın, gəlin, fəal iştirak edin, gəl da. Totu nəyə gəlmişsən bura? Gəl çıxlar. Gəlin görüm əskərlərimiz, haydi. Mustafayev, sən hara baxırsan, gəl görüm bura. İçəri gəl. Böyük dairə qururuq. Qaqaşmadım, sağladım, çəkil, dəftəri çək oyacaq. Haydi, Hasan gəl, cəmiyyətə qoşul, daha bir zəhmətdə olur. Böyük bir dairə qururuq. Haydi, Qoşun, damata qoşun. Qəşək, gözəl, əla. Kənarda duranlar, təmsillərlə bizə. Haydi Siz də qoşun. Dairəni böyüdün. Uzaq gedin. Haydi, elə. Haydi. Gəlin qoşulmuşsunuz, ay bala. Döyüşçülərimiz hamısı mərkəzə gəlir. Növbəti proseduruna keçmək istəyirik. Hər birinizdən çox xahiş edirəm, çox kövrək incə bir məsələyə toxunmaq istəyirik. Bayaq dəfələrlə deyildi və indi də deyirəm ki, bütün bu zəfərlərimizin, qələbələrimizin başlıca səbəbkarları şəhidlərimizdir. Ona görə də biz şəhidlərimizin şəkillərini hər birinin adı çəkdikcə sizlərə təqdim edəcəyik və sizlər də yaxın gələrək hər bir şəhidin şəklini hərəniz biriniz götürürsünüz və mənəm, buradayam, ölməmişəm, sağam deyirsiniz. Yəni biz Mingəçevir kəndi olaraq gördüyünüz kimi bax o şəhidlər güşəsini yaratmışıq. Könül evimizdə yaşayanlar ad vermişik. Torpaq milli şuurla suvarılanda vətən olur yazmışıq. Şəhidlər evdən getməz, şəhidlər eldən gedər yazmışıq. Yəni bütün o anım günlərində, zəfər günlərində də gördüyünüz kimi biz şəhidlərimizi anırıq, onları sevirik, sevdirməyə çalışırıq və yaşatmağa çalışırıq. Nə qədər gülüf danışıq, rəqs eləsək də yenə şəhidlərin öz yeri var, öz məqamı var. Ona görə xahiş edirəm, tez gəlin və hər bir şəhidin adı çəkildikcə kimsə yaxınlaşır və mənəm, buradayam, ölməmişəm, sağam deyə şəhid şəklini götürür. Beləliklə, Məmmədov Vasif Rəfailoğlu, bir də Abdullayev Kənan Mübarizoğlu, Mirabov Rəşad Akifoğlu, bir tez edin. Məmmədov Şahmar Ağasəfoğlu, Aslanov Ruhani Cəlladoğlu, Həsənov Tural Tapdıqoğlu, yaxınlaşın, fəallıq eləyin, yaxınlaşın. Fərruxov Mənsur İdrisoğlu, Məhərrəmov Asif Yusifoğlu, Fired Asif, Mirzəyev Elçin Maksudoğlu,
Nəcəfli Oruç Rövşənoğlu, Xəlilov Əlsafa Zahidoğlu, düz bir. Elyasov Cəfər Yaveroğlu, Allahverdiyev İlqar Zakiroğlu, Niftəliyev Azər Bayramoğlu, səs gəldi. Heç nə olmaz, eşdilir. Təbriz Cumazadə, Rzayev Can Polat Yaquboğlu, İskəndərov Niyazi Şahvələdoğlu, Məmmədov Səbuhi Şakiroğlu, Milli Qəhrəmanımız Qasımov Natiq Səlimoğlu, Orucov Tural Əmiroğlu, Mirzəyev Şirin Vəlioğlu, Tağıyev Tərbiz Hafizoğlu, yaxınlaşın, xahiş edirəm. Qalsınlar da yaxınlaşsın. Sərimiz də. Bağırov Allahverdi Teymuroğlu, Tankişev Fuat Şöhrətoğlu, yaxınlaşın, pasif olmayın. Mahmudov Namizəd Şahidoğlu, Əsədov Əli Akifoğlu, Abdullayev Malik Əsədoğlu, gəlin xahiş edirəm, yaxınlaşın. Fəal durun. Veteranlarınızı götürün, sonra edərsiniz. Götürün, xahiş edirəm. Sizə yaraşır, birinci siz götürməlisiniz. Qadınlarımız da yaxınlaşsın. Niyə durursunuz? Hasan, yaxın gəl daha, münnət olun. Gələk dilimlə deyəm. Rzayev Əli Nəsiboğlu, Cəfərov Köfqan İlqaroğlu, xahiş edirəm. Qariyə, sən də yaxınlaş, qardaş. Əliyev Cavid Ceyhinoğlu, Əlizadə Elçin Samiroğlu, Həmidov Pərvin Azəroğlu, Heymurov Pəncəli Nurməmmədoğlu, Milli Qəhrəmanoğlu, Ulamlı Ülvi Şahinoğlu, Tağızadə Cahangir Qurbanoğlu, o birisinə də denən gəlsin. Cəfərli Ruslan Nəcəfoğlu, Rzayev Tərlan Pərvizoğlu, götürün. Xanımlar da gəlsin, qızlar da gəlsinlər. Mustafayev Şaiq Nicatoğlu. Buyur, Nicat. Ha, bizim şahiqimiz. Allahverənov Telman Faciloğlu, Əlibəyli Mikail Xalqverdoğlu, Ağalarov Yaqub Əzizoğlu, Mustafayev Çingiz Fuadoğlu, Mahmudov Ehtibar Aleksandroğlu, götürün balam, götürün. Babayev Allahverdi Ələtoğlu, götürün, möhkəm tut, kəlli tut. Əmirov Emil Zamanoğlu, Məmmədzadə Yaşar Çələboğlu, Həmidov Mixail Hamletoğlu, kəlli tut. Əliyev Əliyar Yusifoğlu, Ber Cəlladoğlu. Məmişov Nurlan İlqaroğlu, xahiş edirəm, aktiv olun. Hüseynov Əzəmin Əlioğlu, götürün, uşaqların birini dedim. Rüstəmzadə Emin Firqətoğlu, kəlli tutun, uşaqlar qadasını alın. Qubatzadə Mehman Məmmədəloğlu, götürün balam, götürün. Gözlüm. Seyidov Şahmat Fikrətoğlu, Əliyev Elçin Rasimoğlu, Can Baxışov Xəyal Xeyrullu, möhkəm tut. Məmmədov Rövşən Müşfiqoğlu, möhkəm tut balam. Səfərçinov Xeyirbəy Cəliloğlu, götür balam, ürəkli tut. Sən tut. Abdullayev yaxın gəl, sənin əlin boşdur. İbrahimov Elvar Nərmanoğlu, Muradov Ruslan Həmidoğlu, Qurbanov Tərxan Zabitoğlu, kəlli tut. Nağıyev Dilqam Heydəroğlu, milli qəhrəmanımız. Əsədov Malik Hamiloğlu, barındı. Osmanov Ərzuman Kamranoğlu, Həsənov Ülvi Natiqoğlu, İbrahimov Alim Səhraboğlu, Həsənov Əzim Fikrətoğlu, İlyasov Nicat Vasifoğlu, Ramazanov Əşrəf Zülfüqaroğlu, kim oldu? Əhmədov Əli İlqaroğlu, tələsmə, elan edeyim. İbrahimov Atiq Arizoğlu, Hacıyev Əlif Lətifoğlu, Cəfərov Abdullah Təlqətoğlu, kəlli tut. Elan edeyim. Abbasov Elman Elcan Əhsəddinoğlu, Nəsirov Qəhrəman Fərmanoğlu, yaxınlaşın, kənarda duranlar da yaxınlaşın. Hamıya aiddir. Hasan bir dəfə də demək lazım. Həsənov Musa Taftıoğlu, İbrahimzadə Nahid Şahidoğlu, Əzizov Zabit Sabiroğlu, Musayev Mehman Camaloğlu, Əliyev və Sevdanın həyat yoldaşı. Bax, bu adamın qurulu mağarı yarımçıq qalıb. Bu qadın Sevda xanım 32 ildir ki, onun itkin mehmanı gözləyir. Yəqin mediada, televizorda gördünüz bunu. Elan edin qədər. Lap yox. Məmmədov Rüstəm İbrahimoğlu, Abdullayev Zaur Orucoğlu,
Gel görüm ay belə, gel görüm. Götür lan. İbrahimov mübariz, milli qəhrəmanımız. Bunun şəklindən götürün görüm. Ay qızlar, yaxın gəl, mətanət. Götür sən də. Dövlətçədə Cəbrail. Polkovnik, erməni polkovnikinin başını kəsən, işi ilə dağdan. Abbasov Ruslan Əbülfətoğlu. Əhmədov Yasən Elmaroğlu. Məmmədli Məhəmməd Muradoğlu. İsmailov Vüqar Eldaroğlu. Yunusov Namaz Yunusoğlu. Məmmədov Məhiyyəddin Yaşar Ümqaldı. Gəl, yaxınlar. Mənə tərbiyyətdən deyirəm. Əhmədov İslam İlqaroğlu. İki qardaşdan biri. Yavaş. Novruzov Elman Əmbəroğlu. Kim qaldı? Ha? Yarım qardaşından da. Kim qaldı? Belə, bir də sən. Qalmadı ki. Hacıyev Nicat Cahangiroğlu. Sədədlə götür. Ya da bir. Oruzov Qəzir Surxayoğlu. Bəli, bəzi elə belə oğlan deyil. Ha. Hörmətli həmvətənlərimiz, soydaşlarımız, gendaşlarımız, çox fərqli bir mənzərənin hazırda şahidiyik, fərqli bir mənzərəni yaşayırıq. Ona görə də, bax, nə qədər uğurlarımız olsa da, yenə də bax, bu əllərimizdə tutduğunuz şəhidlərə borçluyuz. Bütün qələbələrimizin başında, bax, bu şəhidlərimiz durur. Nə qədər uğurlarımız olsa da onları həmişə öz aramızda, sıramızda, yanımızda, könlümüzün yaxşı bir güşəsində bir onlar üçün məqam saxlamalıyıq. Allah bütün şəhidlərimizə rəhmət eləyə. Mən güman edirəm və ümidvaram ki, bugün Zəfər bayramımızdır və şəhidlərin də ruhu şaddır. Allah bütün şəhidlərimizə rəhmət eləyə. Əgər etiraz eləməzsinizsə, bundan sonra da bir yerdə elə şəhidlər xiyabanına gedərdik. Kiminsə sözü var, kimdə nəsə deyirsiniz? Buyurun. Mən bugün hamınızı burada salamlayıram. Xoş gəlmişsiniz bizim bu kəndimizə, gözəl bu Zəfər bayramımıza. Allah hamınızın canını sağ etsin. Bugün həqiqətən də, əlbəttə biz borçluyuq. Biz şəhidlərimizə borçluyuq. Qanlarını, canlarını veriblər şəhidlərimiz. Allah hamısına rəhmət eləsin. Və bugün şəhid ailələrinə borçluyuq. Şəhidlərin atalarına, analarına, ailələrinə borçluyuq. Biz arzu edək ki, bir daha Azərbaycan xalqında müharibə səsi eşitməyək. Biz bunu arzu edək. Bizim balalarımız bir daha müharibə səsi eşitməsin. Allah bütün şəhidlərimizə rəhmət etsin. Çox sağ olun. Bugünkü tədbirdə hamınız iştirak etdiniz. Bugün gözəl tədbirimiz oldu. Bizim kəndimizdə bəlkə də hələ belə tədbir olmuyor. Həqiqətən. Amma tədbirlərimiz hamısı gözəl keçir. Mən bugün Etibar müəllimə bütün kənd adından, şəhər adından çox sağ ol deyirəm. Bizim kəndimizin fəxrimizdir. Fəxr edici bir oğlumuz Etibar müəllim. Çox sağ olun. Siz canlı fədaisiz bizim kənd üçün. Biz sizə öz təşəkkürümüzü bildiririk kənd adından. Bax, orada gözəl xanımlarımız, qonaqlarımız oturublar. Hamısı sizə böyük təşəkkür edirik sizə. Çox sağ olun, Allah canınızı sağ eləsin və belə gözəl tədbirlərdən tez-tez keçirdin, hamımız iştirak edəyək. Məni tərifləməyin, xahiş edirəm. İndi isə ikinci dəfədir ki, tədbirimizdə sahibə müəllimə iştirak edir. Keçən il ki, Natiq Qasımova ithaf etdiyimiz tədbirdə də gəlişi ilə tədbirimizə rövnək qatdı, məna məzmun verdi. O da bugün yenə tədbirimizə təşrif buyurubdur və istərdim ki, Mingəçevir şəhərinin qocaman təcrübəli müəllimlərindən biri Sahibə xanımda öz təəssüratlarını bayram sevinçlərinin bizlərini döyüşsün. Çox təşəkkür edirəm. Allah razı olsun. Mən bütün xalqımızı təbrik edirəm bugün münasibəti ilə. Hər birinizi təbrik edirəm bugünkü bu bayram münasibəti ilə. Düzdür, istər-istəməz insanda bir kövrəlik olur bugünkü gün. Çünki bugünkü günü bizə yaşadanlar artıq yoxdular. Getdilər, qayıtmadılar. Allah onlara qəni-qəni rəhmət eləsin, bizim şəhid balalarımızdır. Və verilən bir sualın cavabını mən də vermək istəyərdim bugün.
sual verdilər ki, biz bugünkü günümüz üçün kimə borçluyuq? Biz bugünkü günümüz üçün şəhidlərimizi, qazilərimizi, veteranlarımızı, vətənpərvərlik ruhunda böyüdən analarımıza borçluyuq, atalarımıza borçluyuq, müəllimlərimizə borçluyuq ki, onlar gözəl övladlar yetişdirdilər. Torpağa, vətənə bağlılıq, qeyrətə, namusa bağlılıq biz orada aşıladıq. Bəli, o uşaqlarda aşılamışıq biz. Var olsunlar o cür analar. Onların əllərindən öpürəm, gözlərindən öpürəm ki, gözlərini qırpmadan balalarını göndərdilər. Və gözəl bir söz dedi əksəriyyəti, get arxanı düşmənə çevirmə. Əgər sənə güllə deyərsə, qarşıdan dəysin. Bəli, bizim oğullarımıza güllə arxadan dəymədi. Büyük yarımcan qazilərimiz var, onlara borçluyuq biz. Mənim evlatlarım, hamınız mənim balamsınız, yaşınızdan asılı olmayaraq, sizə təşəkkür edirik. Bugün biz əgər yaşayırıqsa, sizin hesabınıza yaşayırıq. Allah sizi var eləsin, Allah sizin hər birinizi öz ailənizin başı üzərindən əski eləməsin nəfəsinizi. Çox təşəkkür edirəm, o qədər gözəl sözlər işlətdilər ki, ümumiyyətlə mən Etibar müəllimdən həddindən artıq razıyam. O qədər gözəl səviyyəyə malik insandır ki, bacarıqlıdır. Mən belə adamları sevirəm, həqiqətən də. Çox sağ olun Etibar müəllim. Bugünkü günü bizə yaşatdığınıza görə sizə mən öz təşəkkürümü bildirirəm. Allah sizdən 1000 dəfə razı olsun. Bir daha bayramınız mübarək olsun. Kövrəklik də olsa, şəhid analarının əllərindən öpürəm. Sağ olun. Təşəkkür edirik. Alqışlayın qarşıya. Deməli, keçən dəfə, hər dəfə bir tədbirdə, dediyim kimi, bir nəfər şəhidə ithaf edirik, həsr edirik. Bu dəfəki tədbirimizi isə Mehman Musayev və onun xanımı Sevda Əliyevaya həsr eləmək istəyirəm. Şəklini ailə gəzə-gəzə axtarıram. Deməli, 1993-cü ildə Kəlbəcər rayonunun taxta başına ermənilər hücum eləyir və ermənilər hücum eləyəndən sonra kəndin bir neçə cavanları, kişiləri erməniləri qarşılamaqdan ötürü kəndin ayağına döyüşə gedirlər və həmin döyüşdən sonra Mehman Musayev də daxil olmaqla həmin döyüşlərin heç birindən əsər əlamət xəbər qalmır. 93-cü ildən bəri deməli həmin cütlüyün mağarı qurulubmuş. Təsəvvür edirsiniz, mağarı qurulubmuş, hazır imiş. Və toy toğlusu bağlanıbmış, qırmızı bağlanıbmış. Əlinə həmə qoya bilməyən bu Sevda xanım 32 ildir ki, Mehmanı gözləyir. Və bu yaxınlardan onun cəsədi tapıldı, DNT analizindən sonra gətirib Kəlbəcər qəbristanlığında dəfn olunanda, inanın ki, mən o televizorda o izdihamı, o xanımın müsahibəsini ağlaya-ağlaya dinlədim və özümün içimdə söz verdim ki, deməli bu Sevda xanımın taleyi də heç də şəhid taleyindən az olmayan bir tərzdə keçibdir. Deməli, elə o özü də bir şəhidə bərabər bir həyat yaşayıbdır. Ona görə də mən istəyirəm ki, xahiş edirəm, qəbul edeyim. Bugünkü tədbirimiz isə şəhidlərimizdən Mehman Musayev və Sevda Əliyevaya həsr edirik. Bununla da əgər sözünüz yoxdursa, tədbirimizi yekunlaşdırarım. Xahiş edirəm, şəhid şəkillərini təhvil verdikdən sonra kollektiv surətdə bir cərgə ilə buradan da Şəhidlər Xiyabanına ziyarətə gedərik. Olar mı? Hə, deməli, obalarınızdan əzan səsi, dillərinizdən Quran səsi, evlərinizdən ozan səsi, qəlbinizdən iman səsi, əməllərinizdən irfan səsi əskik olmasın. Ay mənim ulu millətim, ay mənim Azərbaycanlı millətim, Azərbaycanlı xalqım. Ağaçlarınız kəsilməsin, çaylarınız qurumasın, torpaqlarınız yağlanmasın, haqdan yanan ocaqlarınız sönməsin, sönməsin. Bir daha Mingəçevir kəndində mütərəqqi hadisələr solağı ilə bayramınız mübarək olsun. Növbəti tədbirlərdə görüşənə qədər salamat qalın. Hər birinizə gəldiyinizə görə təşəkkür edirik. Hər biriniz tədbirimizin kiçik bir hissəsinə çevirdiniz. Hissələr birləşəndə bütövləşir. Həmişə bütöv olasınız, mətin olasınız, möhkəm olasınız, sağlam olasınız, əmin-amanlıqda yaşayasınız. Firavan olasınız. Sağ olun, sağ olun, sağ olun. Elə mi? Deşə gəlsin. Deşə gəlsin. Güzel, güzel. Arpası da çömbəli. Buraya gel. Qoğumu bir tapışam. Gel, gel.
Bu da bilsin kimdir. Talya Nasıl'ın oğlu. Başka adam da. İlahi amin. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Allahümme ighfir lil mu'minine vel mu'minat vel muslimine vel muslimat el-ahya minhum vel amvat ve ila ruhil merhumil mağfurir mebrurir ma'hudil ma'lum bihakkı ayetul Kur'an bihakkı esma'l hüsna bihakkı Muhammedin ve ali ve bil mübareketil Fatiha mi'as salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Errahmanirrahim. Maliki yevmiddin. İyyâke na'budu ve iyyâke nesta'in. İhdina sıratel müstakim. Sıratellezîne en'amte aleyhim. Gayril mağdubi aleyhim veled dallin. Bismillahirrahmanirrahim. Kul huvallahu ehad Allahu samed. Lem yelid ve lem yulad ve lem yekun lahu kufuven ehad. Allahümme salli ala Muhammedin ve ali Muhammed. İlâ rahmetullah şehadeti bilin geçevir ehli ve bil fatihati me'as salavat. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Allah rahmet eylesin cemiyen ecmaîn inşallah. Amin. Allahu ekber, Allahu ekber. La ilahe illallah. Kandıramazsın ki. Başka orada Bir tane de çıkanda sen ötersin. Etibar müəllimdə gəlsin, orada çəkdirəm, bir dənə çəkib. Şeyler mi yani? Biraz aralık. Hava atın. Nasıl? Rahat skolu çağıralım. Allah'a şükür, salamat olsun. Danışalım, görüşürüz. Geçesin. Elə ki, Reyhan, Etibar müəllimin qabağında durma, Reyhan, onlardan belə durmayın. Hamısı bir yerdə çəkilsinlər, 2-4'ü bir yerdə götürək. Hani qardaşlar? Sağ ol. Baba. Ha. Oyun. Gel.
Kelman da yazdı. Allahu Ekber. Allahu Ekber. Oldu inşallah. تقيضون منه فإنهم واجبون ثم تنزل بالغيب شهادة فينبئك يا أيها الذين آمنوا إذا نودي للصلاة من يوم الجمعة فإلى ذكر الله تعالى Allah rahmet eylesin. Allah sabrınızı versin. Bu da bizim Allah'ımız olsun. Allah rahmet eylesin.